Alfred Nobel 1833-cü ildə İsveçdə anadan olub. O, həyatını elmə və ixtiralara həsr etmiş, xüsusilə partlayıcı maddələr üzərində apardığı tədqiqatlarla tanınıb. 1867-ci ildə dinamiti ixtira etməsi, sənaye, mədənçilik və mühəndislik sahələrində inqilab yaratdı. Nobel həyatı boyunca 355-dən çox patentə sahib oldu. Avropa və ABŞ-da 90-a yaxın zavod və laboratoriya qurdu. Ölümünə yaxın dövrdə onun sərvəti o zaman üçün nəhəng sayılan 31 milyon İsveç kronu idi ki, bu da bugünkü pulla 100 milyonlarla, hətta milyardlarla dollar dəyərində qiymətləndirilir. Alfred Nobelin həyatında dönüş nöqtəsi 1888-ci ildə baş verdi. Qardaşı Ludwig Nobel vəfat etdikdə, bir fransız qəzeti səhvən Alfred Nobelin ölüm xəbərini yayımladı və onu ölüm taciri adlandırdı. Bu ifadə Nobelə tarixdə necə xatırlanacağını ciddi şəkildə düşündürdü. Nəticədə o, 1895-ci ildə Parisdə məşhur vəsiyyətini yazdı. Bu vəsiyyətdə sərvətinin təxminən 94%-ni xüsusi fonda yatıraraq, gəlirin hər il insanlığı ən böyük faydanı verən şəxslərə mükafat kimi paylanmasını tapşırdı. Alfred Nobel 1896-cı ildə vəfat etdi və onun vəsiyyətinə əsasən 1901-ci ildə ilk Nobel mükafatları təqdim olundu. Mükafatlar fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat və sülh sahələrini əhatə edirdi. Daha sonra 1968-ci ildə İsveç Mərkəzi Bankı tərəfindən iqtisadiyyat sahəsi əlavə edildi. Nobel mükafatı təkcə medal və pul deyil, elmin və ideyaların dünya miqyasında tanınmasının simvoluna çevrildi. Bəs nə üçün riyaziyyat üzrə Nobel mükafatı yoxdur? Bu mövzu ətrafında dolaşan romantik əfsanələrə baxmayaraq, əsas səbəb daha rasionaldır. Alfred Nobel riyaziyyatı artıq kifayət qədər inkişaf etmiş fundamental elm hesab edir və onun mükafat fəlsəfəsində birbaşa insan həyatına təsir edən sahələrə üstünlük verirdi. Bundan əlavə, Skandinaviya ölkələrində həmin dövrdə riyaziyyatçılar üçün artıq nüfuzlu mükafatlar mövcud idi. Nobel mükafatının tarixində Azərbaycanla bağlı mühüm, lakin az bilinən bir əlaqə də var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Nobel ailəsinin üzvləri Ludwig və Robert Nobel Bakı neft sənayəsinə böyük sərmayələr yatırmışdılar. Onların yaratdığı Branobel şirkəti Bakı neftinin dünya bazarına çıxmasında əsas rol oynadı. Məhz Bakı neftindən əldə edilən gəlirlər Nobel ailəsinin sərvətinin formalaşmasında mühüm paya sahib oldu və bu sərvət sonradan Nobel mükafatına yönəltdiyi əsas maliyyə mənbələrindən birinə çevrildi. Bu baxımdan Azərbaycan Nobel mükafatının yaranmasında dolayı iqtisadi təmələ sahib nadir ölkələrdən biri sayılır. Bugün Nobel mükafatı sadəcə pul və medal deyil, insanlığın inkişafına xidmət edən ideyaların